Deha, sirli şəxsiyyət, yoxsa ən çox mifləşdirilmiş insanlardan biri. Onun haqqında həm doğru kimi bilinən yanlışlar, həm də yanlış kimi bilinən doğrular mövcuddur. Bəs nəyin doğru, nəyin yanlış olduğunu necə ayırd edək? Bu videoda məhz bunları aydınlaşdıracağıq. Mif 1. Güya Tesla elektrik enerjisinin havadan paylanması üzrə inqilab etmək ərəfəsindəymiş. Həqiqət. Tesla belə bir layihə üzərində işləyirdi. Ancaq bu texniki və iqtisadi cəhətdən qeyri-mümkün idi. Mif 2. Alternativ cəryanı tək başına icad edibmiş. Həqiqət. Düzdür, Tesla bu sistemi təkmilləşdirib, daha işlək və praktiki vəziyyətə gətirib, amma ondan əvvəl də bu işlə məşğul olan və patent alanlar olub. Mif 3. Tesla yer kürəsini məhv edə biləcək silah ixtira etmişdi. Həqiqət. O, ölüm şüası adlı müdafiə məqsədli konsept üzərində götür-qoy etmişdi. Ancaq bu silah heç vaxt hazırlanmamış və sınaqdan keçirilməmişdi. Mif 4. Radio yalnız Marconi tərəfindən icad olunub. Həqiqət. Xeyr, o tək ixtiraçı olmayıb. Tesla ondan əvvəl radionun əsas prinsipləri üzərində işləyib və müxtəlif patentlər alıb. Sonradan ABŞ Ali Məhkəməsi də bu patentləri Tesla'nın əleyhinə tanımışdı. Mif 5. Tesla dəli idi. Həqiqət. Tesla qeyri-adi vərdişlərə malik idi. Amma bu onun duhası ilə bağlı idi. O ideyalarını daha çox zehnində formalaşdırır, daha sonra təcrübədən keçirirdi. Xülasə, Tesla nə sehirbaz idi, nə də miflərdəki kimi fövqəli insan. O sadəcə dövrünü qabaqlayan, ideyaları hələ tam başa düşülməyən bir alim idi. Bəlkə də elə onu bu qədər maraqlı edən bu idi. Elmlə qalın, elmli qalın.